Sümüklərimiz bədənimizin əsas dayağıdır. Onlar bizi qoruyur, hərəkətimizi təmin edir və həyat keyfiyyətimizi birbaşa təsir edir. Təəssüf ki, yaş artdıqca və düzgün qidalanmadıqda sümüklər zəifləyir və osteoporoz riski artır. Bir çox insan sümük sağlamlığını qorumaq üçün sadəcə süd içməyin kifayət etdiyini düşünür. Halbuki sümük gücünü artırmaq üçün daha təsirli, amma az bilinən qidalar da mövcuddur. Bu videoda məhz o unudulmuş super qidalardan danışacağıq. Elə qidalar ki, gündəlik həyatımıza rahatlıqla daxil edə biləcəyik və sümüklərimizi illərlə güclü saxlaya biləcəyik. Videonu sona qədər izləyin, çünki bəlkə də indiyə qədər heç eşitmədiyiniz qidalarla tanış olacaqsınız. Qida 1. İt burnu. İt burnu çox vaxt sadəcə soyuqdəyməyə qarşı istifadə olunan bir bitki kimi tanınır. Ancaq çox az adam bilir ki, it burnu eyni zamanda sümük sağlamlığı üçün əsl möcüzədir. Onun tərkibində bol miqdarda C vitamini var. Bəs C vitamini nəyə lazımdır? Sümüklərdə kollagen adlanan bir maddə var və bu maddə sümüklərə elastiklik və möhkəmlik verir. C vitamini olmadan isə bu maddə lazımınca əmələ gəlmir. İt burnu məhz bu vacib prosesi dəstəkləyir. Bundan əlavə, itburnu orqanizmdə iltihablamanı azaldır. Bu da o deməkdir ki, sümüklərdə meydana gələn incə qırılmaların qarşısını alınır. İtburnu istifadə edərkən sadəcə çayını dəmləyib içmək kifayətdir. Gündə 1-2 fincan təbii itburnu çayı içmək bədənin həm immunitetini gücləndirir, həm də sümükləri daha sağlam saxlayır. Xüsusilə yaş artdıqca sümük sıxlığı azalır. İtburnu isə bu azalmanı yavaşladaraq sümüklərin daha uzun müddət güclü qalmasına kömək edir. Ən gözəli isə odur ki, itburnu tamamilə təbii bir vasitədir və əlavə kimya maddələrə ehtiyac olmadan bədəni qoruyur. Sümük sağlamlığı üçün rasionunuza itburnu əlavə etmək əslində çox sadədir, amma təsiri uzun müddətli və güclüdür. Qida 2. Əncir. Əncir sadəcə şirin və dadlı bir meyvə deyil. Onun sümük sağlamlığı üçün çox xüsusi bir təsiri var. Xüsusilə qurudulmuş əncir tərkibində yüksək miqdarda kalsium saxlayır. Kalsium isə sümüklərin əsas tikinti materialıdır. Gündəlik həyatımızda süd məhsulları kalsium mənbəyi kimi tanınır. Amma çox az adam bilə bilər ki, qurudulmuş əncir də eyni dərəcədə güclü bir kalsium qaynağıdır. Əncirdə həm də maqnezium var. Maqnezium bədəndə kalsiumun sümüklərə doğru daşınmasına kömək edir. Yəni sadəcə kalsium qəbul etmək yetərli deyil, onu düzgün şəkildə istifadə edə bilmək də vacibdir. Əncir bu iki vacib mineralları sümüklərin həm sıxlığını artırır, həm də onların elastikliyini qoruyur. Qurudulmuş ənciri səhərlər az miqdarda, məsələn 2-3 ədəd yemək kifayət edir ki, gündəlik kalsium ehtiyacına mühüm bir dəstək verilsin. Əncir təkcə sümüklərə yox, eyni zamanda ürək sağlamlığına və bağırsaq fəaliyyətinə də müsbət təsir edir. Ancaq ən mühüm tərəfi odur ki, yaşlandıqca meydana çıxan sümük incəlməsinin qarşısını almaqda əncirin rolu çox böyükdür. Sümük sağlamlığını qorumaq istəyənlər üçün ən sadə və dadlı seçimlərdən biridir. Qida 3. Qara zirə toxumu. Qara zirə toxumu qədim zamanlardan müalicəvi xüsusiyyətləri ilə tanınıb. Ancaq çox az adam bilir ki, bu kiçik toxumlar sümük sağlamlığı üçün də çox güclü təsirə malikdir. Qara zirənin tərkibində həm kalsium, həm də sink, həm də maqnezium var. Bu maddələr sümüklərin bərkiməsini və yenilənməsi üçün olduqca vacibdir. Qara zirə həm də orqanizmdə iltihab əleyhinə təsir göstərir. Bu xüsusiyyət sümük toxunmasının uzun müddət sağlam qalmasına kömək edir. Əgər bədəndə gizli iltihablar olarsa, zamanla sümüklər zəifləyir və qırılmaya meyilli olur. Qara zirə bu riskin qarşısını almaqda təbii bir dəstəkdir. Qara zirəni çox rahat istifadə etmək mümkündür. Səhərlər bir çay qaşığı qədər çeynəyib udmaq və ya salatlara yoğurda əlavə etmək kifayətdir. Ən gözəl tərəfi isə odur ki, bu toxumlar həm bədəni gücləndirir, həm immuniteti artırır, həm də sümükləri qoruyur. Uzun müddət qara zirəni gündəlik həyatınıza daxil etsəniz, sümükləriniz daha möhkəm və sağlam qalacaq. Sadə bir vərdişlə böyük bir fərq yarada bilərsiniz. Qida 4. Şüyüd toxumu. Şüyüd toxumu adətən yeməklərə dad vermək üçün istifadə olunur. Ancaq onun sümüklər üçün necə faydalı olduğunu çox az adam bilir. Şüyüd toxumu tərkibində bol kalsium, maqnezium və fosfor saxlayır. Bu maddələr isə sümüklərin bərkiməsi və yeni sümük toxunmasının yaranması üçün həyata əhəmiyyət daşıyır. Yaş artdıqca bədənimizin kalsium daha çətin qəbul edir. Şüyüd toxumu isə tərkibindəki təbii maddələrlə bu prosesi asanlaşdırır. Sümükləri qidalandırır və
osteoporoz riskini azaldır. Şüy toxumu həmçinin orqanizmdə sərbəst radikallarla mübarizə aparır. Bu maddələr bədəndə hüceyrə zədələnməsinə səbəb olur və nəticədə sümüklər də zəifləyə bilər. Şüy toxumu isə bu prosesi ləngidir və bədəni qoruyur. İstifadəsi də çox rahatdır. Bir çay qaşığı şüy toxumunu çeynəyərək istifadə edə bilər və ya çay kimi dəmləyib içə bilərsiniz. Gündəlik olaraq az miqdarda istifadə etmək belə uzun müddət sümüklərinizin daha güclü qalmasına kömək edəcək. Kiçik bir toxumla böyük bir sağlamlıq fərqi yaratmaq mümkündür. Qida 5. Badam unu. Badamın özü artıq sağlamlıq üçün faydalı olduğunu bilənlər bilir. Amma çox az adam badam ununun sümük sağlamlığı üçün əsl xəzinə olduğunu bilmir. Badam unu tərkibində yüksək miqdarda kalsium, maqnezium və E vitamini saxlayır. Bu üç maddə bir yerdə işləyərək sümüklərin həm bərk, həm də elastik qalmasına kömək edir. Kalsium sümüklərin əsas tikinti daşıdır. Maqnezium isə bu kalsiumun bədənə düzgün yerə çatmasına kömək edir. E vitamini isə hüceyrələri qoruyur və sümüklərdəki təbii yenilənmə prosesini sürətləndirir. Badam unu istifadə edərkən həm dadlı, həm də sağlam bir seçim edərsiniz. Bu cür sadə əlavələrlə gündəlik kalsium ehtiyacınızı böyük bir hissəsini qarşılamış olursunuz. Üstəlik badam unu qanda şəkərin tarazlanmasına da kömək edir ki, bu da dolayısıyla sümük sağlamlığını qorumağa dəstək verir. Sağlam sümüklər üçün təkcə süd içmək kifayət deyil. Bəzən elə təbii, zəngin və asan istifadə olunan məhsullar da böyük təsir göstərir. Badam unu bu sadə amma güclü seçimlərdən biridir. Qida 6. Kətan toxumu. Kətan toxumu adətən ürək sağlamlığı üçün tanınır, amma çox az adam onun sümükləri olan təsirindən xəbərdardır. Bu kiçik toxumlar tərkibində həm kalsium, həm də maqnezium, həm də omega-3 yağ turşuları saxlayır. Bu birləşmə sümüklərin həm bərk qalmasına, həm də elastikliyinin qorunmasına kömək edir. Yaş artdıqca sümüklərdə təbii nəm və elastiklik azalır. Bu da qırılmaya və zədələnməyə yol açır və sümüklərin gücünü qoruyur. Tərkibində omega-3 maddəsi orqanizmdə iltihabını azaldır. Bu da sümüklərin daha sağlam və uzun ömürlü olmasına kömək edir. Kətan toxumu istifadə etmək çox asandır. Onu salatlara, qatığa, şorbalara və ya səhər yeməyinə əlavə etmək olar. Ən yaxşı nəticə üçün toxumları biraz üyüdüb istifadə etmək tövsiyə olunur. Çünki bu zaman bədən üçün faydalı maddələri daha asan qəbul edir. Hər gün 1-2 qaşıq kətan toxumu yeməklə sümük sağlamlığınızı illərlə qorumaq mümkündür. Təbii və sadə bir dəstək axtarsınızsa, kətan toxumunu gündəlik rasionunuza daxil etməyə dəyər. Kəsmik bəlkə də çoxlarına adi bir süd məhsulu kimi görünə bilər. Ancaq az duzlu, təbii hazırlanmış kəsmik sümüklərin möhkəmlənməsi üçün əvəzolunmaz bir qidadır. Tərkibində yüksək miqdarda kalsium və protein var. Kalsium sümüklərin bərkinməsi üçün əsas rol oynayır. Protein isə yeni sümük toxunmasının yaranmasına kömək edir. Xüsusilə uşaqlıqdan başlayaraq düzgün qidalanmaq sümük inkişafı üçün vacibdir. Yetkin yaşda isə bu dəstəyi davam etdirmək sümüklərin zəifləşməsinin qarşısını alır. Kəsmik həmçinin B qrupu vitaminlərlə zəngindir. B vitaminlər bədənin mineralları daha yaxşı mənimsəməsinə kömək edir. Az duzlu kəsmik istifadə etmək xüsusilə vacibdir. Çünki artıq duz sümüklərdə kalsium itkisini sürətləndirə bilər. Təbii qatqısız kəsmik isə əksinə bədəni dəstəkləyir. Kəsmiyi səhər yeməyində qəlyanaltı olaraq və ya yeməklərdə istifadə etmək olar. Onu meyvə ilə qarışdıraraq daha ləzzətli hala gətirmək də mümkündür. Sümüklərimizi gücləndirmək üçün bəzən ən sadə, ən təbii qidalar ən böyük fərqi yaradır. İndi artıq bilirsiniz ki, az tanınan bu qidalara sümük sağlamlığınızı illərlə qorumaq mümkündür. Unutmayın, sağlamlıq vaxtında görülən tədbirlərlə başlayır. Siz də gündəlik həyatınıza bu qidaları əlavə edərək osteoporoz riskini azalda bilərsiniz. Sağlam və güclü qalmaq üçün özünüzə bu qayğını çox görməyin. Əgər belə faydalı məlumatlarla tanış olmaq istəyirsinizsə, kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.